Hər vaxtınız xeyirli dəyərli dostlar. Bu günlərim sizinlə x üstü loqaritma 3 əsasdan x bərabərdir 27x kvadratı tənliyinin kökləri hasilini tapaq. Loqaritma 3 əsasdan x-i t ilə işarə edirik. Burada x bərabər olacaq 3 üstü t-yə. X-in əvəzinə 3 üstü t-ni yazırıq. Burada olacaq 3 üstü t, loqaritma 3 əsasdan x-i də t ilə işarə eləmişdik. Bir dənə t bərabərdir 27, 3-ün kubudur. X kvadratın da əvəzinə 3 t-ni yazsaq, 3 üstü t-ni yazsaq və üstü 2 etsək, belə alınacaq. Demək, burada t'nin t'yə vururuq. Burada alınır 3t kvadratı bərabərdir 3 vur 3 2t. İndi isə 3t kvadratı bərabərdir 3 üstəgəl 2t'yə bərabər olacaq. Burada biz t kvadratı bərabər olacaq 2t üzərinə gəl 3 t kvadratı çıx 2t çıx 3 bərabərdir 0. Sonra buradan t çıx 3 t üzərinə 1 bərabərdir 0. Burada t bərabər olacaq 3-ə, bir də ki t bərabər olacaq -1-ə. Burada loqaritma 3x bərabər t ilə işarə etmişdik. İndi isə t bərabərdir -1, t bərabərdir 3 almışdıq. T'ni -1 ilə əvəz etsək, bərabərdir -1. Burada x olacaq 3 üstü -1. X da bərabərdir 3'də 1'ə bərabərdir. T'ni loqaritma 3x'i 3 etsək, x da bərabərdir 3 üstü 3. X da bərabərdir 27. Təmlin kökləri hasili 27 vur 3'də 1. 27'ni vuranda 3'də 1'ə 9 edəcək.